Salam, diqqət mərkəzinə baxırsınız. Rusiya-Ukrayna arasında əldə edilmiş 3 günlük 9 may atəşkəsi bitdi. Trampın vasitəçiliyi ilə əldə edilən bu atəşkəs əslində həm Moskvanı, həm də Kiyevi çətin vəziyyətdən çıxardı. Çünki bu atəşkəs olmasaydı, Ukrayna parad keçirilən Moskvanı vurmalı olacaqdı. Rusiya isə buna qədər endirdiyi ən güclü zərbə ilə bu hücuma cavab verəcəkdi. Rusiya ilə Ukrayna arasında gedən müharibənin sonu görünürmü? Birləşmiş Ştatlar İran qarşı durması bu müharibəyə necə təsir göstərir? Proqramımızda bu suallara cavab axtaracağıq və mövzu müzakirəsi üçün studiyamıza dəvət etdiyimiz qonaqları sizə təqdim edirəm. Millət vəkilləri Elçin Qədirli, Gülşən Paşayeva, Sevil Mikailova və Bakı Politologlar Klubunun rəhbəri Zaur Məmmədov. Axşamınız xeyir, hörmətli qonaqlar, studiyamıza xoş gəlmişsiniz. Elkin müəllim, gəlin dərhal bu parada və atəşkəsə keçək. Bu 3 günlük atəşkəs 9 may, 11 maya qədər davam elədi. Artıq tərəflər arasında müharibə davam edir. Rusiya Kiyevə zərbələr endirib. Bu atəşkəs daha çox kimə lazım idi? Atəşkəs daha çox məncə Moskvaya lazım idi. Çünki 9 may baxmayaraq ki, onsuz da tam dəyərini özlüyündə itirmədi, amma çox gözdən saldı Putin o bayramı. Çünki özlüyündə o çox ülvi bir bayramdır. Həqiqətən də faşizm üzərində qələbə günüdür. Amma və söhbət heç də SSR-in dağılmasından da getmirdi. SSR dağılandan sonra da keçmiş respublikalar o bayramı qeyd edirlər. Elə bizim özümüzdə də faşizm üzərində qələbə günü bayram günüdür. Amma Putinin apardığı siyasətdir, Ukraynaya qarşı təcavüz müharibə, cinayətkar bir müharibə artıq o gün, o bayramı da Rusiyanın özünün içində də artıq gözdən salmaqdadır. Çünki bütün mənəvi üstünlükləri gedib, artıq Rusiya 9 mayda hər zaman özünü müdafiə edən tərəf kimi qələbə gününü qeyd edirdi. İndi isə özü işğalçıdır, təcavüzkardır və belə bir gündə xüsusilə də orada paradda iştirak edən hərbiçilərin arasında Ukraynada təcavüzkar müharibədə iştirak edənlər də yürüş etdi. O da lap bir cür ümumilikdə onun mənəvi dəyərini yerə vurdu. O baxımdan əlbəttə Putin üçün onun onsuz da legitimliyini ayaqda saxlamaq üçün, əldə tutmaq üçün çox az əsas qalıb. Onlardan biri bir xalqın yaddaşı olan resurs olaraq 9 may bayramı idi. Onu da əldən verməkdədir. Artıq Rusiyanın özündə də hamı o bayrama, daha doğrusu bayramın özünə yox, məhz Putin rəhbərliyi altında keçirilən parada və birlikdə siyasətə ikrah gözü ilə baxırlar. Ona görə şübhəsiz burada hətta ümumi fonda, indi siz də dediniz ki, Zelenski çox belə istehzalı şəkildə mesaj göndərdi ki, icazə verirəm ki, siz orada keçirəsiniz, yoxsa prinsipcə burada bilərdim. İradənin müharibə zamanı istifadə olunan hər cür retorik ola bilir, amma burada həmən günlə bağlı olan və cavabsız qalmış, yəni ən azı sözdə cavabsız qalmış bir acı bir mesaj idi. Bu baxımdan əlbəttə ki, istinad etdiyi tarixi günlər də əldən gedir, argument olaraq. Yəni, lap başdan burada çox danışılıb. Kiyev Rus dövlətinin, bütün Rus dövlətlərinin az qala ana şəhəri sayılırdı Kiyevi. Amma Kiyevi bombaladı və o argumenti öz-özlüyündə məhv elədi. Ümumiyyətlə, Rus-Ukrayna, Slavyan, Xristiyan birliyi haqqında çox danışılırdı. Onu da məhv elədi, yerdən yerə vurdu. Müharibə çox şey dəyişdi. Məsələ ondadır. Müharibələr olur, müharibələr təəssüf ki olur. Müharibə edənlər bir-birinə düşmən olur. Amma sonradan da hansısa bir şəkildə indi barışırlar, ya en azından yola gəlirlər, sülh bağlanır. Amma bu müharibə dövlətlər arası müharibədən çox uzağa getdi və Ukrayna xalqında Rusiyaya qarşı məhz ümumxalq bir nifrət yaratdı. Və bunu indi mən Ukraynaya gedib gəlmiş birisi kimi və Ukrayna deputatları ilə də sıx ünsiyyətdə olan birisi kimi bunu açıq görürəm. Yəni bu artıq dövlətlərin arasında olan müharibə deyil. Ən azı Ukraynada
Rusiyaya qarşı, Rus dilinə qarşı, Rus xalqına qarşı az qala nifrət formalaşır. Gülşən xanım, sizin fikrinizcə, ümumiyyətlə qərb ekspertləri Moskvada keçirilən bu paradı müxtəlif çox şərh edirdilər və istər paradda hərbi texnikanın olmamasını şərh edirdilər. Bu parad müharibənin artıq 4 ildən çoxdur davam edir də, 5-ci ilidir müharibənin. Nəyi göstərdi sizin fikrinizcə? Mənə elə gəlir ki, bu bilirsiniz necə, 9 may adətən həmişə Moskvada, Qızıl Meydanda o parad keçirilir, o bir ənənə formasını daşıyır. Ona görə Rusiya dövləti üçün bu olduqca vacibdir o paradı keçirtmək. O bir tərəfdən əlbəttə artıq 4 ildən çoxdur ki, müharibə gedir və vəziyyət get-gedə daha da gərginləşir və son dövrdə bu olduqca çətin bir vəziyyətdir və bu mənada əgər biz sizi ilə bir dəqiqə başa düşsək ki, o atəşkəsin əldə alınması da heç də asan deyildi. Yəni, həm Rusiyanın, həm də Ukraynanın bu məsələ ilə bağlı tamamilə başqa mövqeləri var idi. Hər iki tərəf özünün mövqələrini ortaya qoyub bir nöqtəyə bəlkə də gəlib çata bilməyəcəkdilər. Ona görə burada əlbəttə ki, məhz Donald Trumpın birbaşa vasitəçiliyi ilə o 3 günlük atəşkəsin əldə edilməsi bir tərəfdən hər iki tərəf üçün bəlkə də burada Ukrayna üçün o qədər vacib deyil, Rusiya üçün bu çox vacib idi və bu mənada Donald Trumpın bir dəfəli həm Ukrayna, həm də Rusiya arasında bu atəşkəsi əldə etməsi bir tərəfdən elə bir ki, Rusiyanın bu paradı keçirməsi üçün bir imkan oldu. İndi əlbəttə ki, bu paradın keçirilməsi bir tərəfdən orada müxtəlif fikirlər də var ki, bəlkə də bu atəşkəsin əldə edilməsi ilə, paradın keçirilməsi ilə bu proses hansısa bir müsbət məcrada, yəni əgər biz danışırıqsa, münaqişənin sona çatması ilə bağlı son bəyanatlar Rusiya tərəfindən verilən, ona gətirib çıxarır ki, müəyyən ümidlər yaranmaqdadır Rusiya tərəfindən, məhz Donald Trumpın bu prosesdə qatılması ilə və paradın da haradasa keçirilməsi ilə. İndi bəlkə bayaq Erkiməm dedi, nə dərəcədə, hansı səviyyədə bunun keçirilməsinə biz toxunmasaq, ümumiyyətlə parad keçirildi, parad keçirilməyə də bilərdi. Ona görə bu baxımdan parad keçirildi, ancaq yenə də o bugünkü reallıqda görürük ki, 12-dən başlayaraq yenə də atəşkəs artıq dayanıb və yenidən müharibə davam edir. Beləliklə də bu 3 günlük atəşkəsin əldə edilməsi və paradın keçirilməsi hələ də müharibənin sona çatması demək deyil. Sevgi xanım, sizin fikriniz, bu atəşkəs əldə olunanda, ümumiyyətlə Rusiya ilə Ukrayna arasında atəşkəs əldə olunanda həmişə müzakirə edilir ki, necə edək ki, bu atəşkəs davamlı olsun. Yəni, hansısa bir əlamətdar günə, bayrama təsadüf eləməsin, Pasxa bayramına və yaxud 9 may paradına davamlı olsun. İndi müxtəlif fikirlər səslənir ki, Zelenski ilə Putinin görüşü təşkil olunsun, sadalınan yerlər arasında İstanbulun da, Türkiyənin də adı çəkilir. Mümkündürmü bu dəqiqə tərəflər arasında dayanıqlı sülhə doğru addım atmaq? Demirəm, əldə etmək. Hələ addımdan danışıram. Addım mümkündürmü? Mən düzü düşünmürəm. Hər halda kifayət qədər pessimist bir vəziyyət var müharibə ətrafında. Yəni, biz əgər 2022-ci ildə başlamışdı proseslərə baxsaq, onlar kifayət qədər gərgin bir tempdə inkişaf ediblər və hazırki vəziyyətdə isə ümumilikdə səhv etmirəmsə Elkin müəllim dedi ki, Kiyevdə olan ümumi sentiment ondan ibarətdir ki, yəni müharibələr artıq xalqların şuurlarına təsir göstərir. Bəlkə də bu müharibənin gedişində ən dəhşətli və ən gözlənilməz, amma ən acınacaqlı bir faktdır ki, artıq xalqlar arasında xüsusilə də Slavyan belə deyək, etnosuna daxil olan xalqlar arasında bax bu cür düşmən bir münasibət formalaşıb. Bu birinci məsələ. İkinci məsələ isə əgər biz geosiyasi proseslərə baxsaq, həqiqətən də biz artıq müharibə ətrafında maraqların nə qədər haçalanmasını görürük. Əgər bundan əvvəl Biden hökuməti var idi və onlar NATO bloku ilə, yəni Avropa ilə birlikdə sinxron hərəkət edirlər. Amma Trump gəldikdən sonra hakimiyyətə artıq NATO blokunun içərisində siyasi parçalanma getdi və bugün artıq Birləşmiş Ştatların öz marağı var, Avropa Birliyinin öz marağı var, Ukraynanın öz marağı var, Rusiyanın öz marağı var. Və belə bir masa arxasında gördüyünüz kimi haçalanmış maraqlar və tərəflər biri-biri ilə uyuşmur. Bugün biz Ukrayna və Avropanın maraqlarının eyni olduğunu da söyləyə bilməliyik. Burada da fikir ayrılıqları var. Ukrayna və Birləşmiş Ştatlar bu barədə iş müzakirə edə bilmərik. Çünki bildiyiniz kimi Trump gəldikdən
verdikdən sonra kifayət qədər radikal bir mövqe tutdu müharibə ilə bağlı və belə demək mümkündürsə, ümumilikdə müharibənin gedişindən çıxdığını de facto ortaya qoydu. Rusiyanın mövqeyi hamıya aydındır. Torpaqlar işğal olunubdur, Ukraynanın torpaqları və ümumilikdə bugün əgər baxsaq ki, yaxın şərqdə gedən proseslər, İran ətrafında gedən proseslər, Birləşmiş Ştatlar və İran arasındakı müharibə və burada da Rusiyanın iştirakçılığı gördüyünüz kimi nə qədər çox gərgin bir geopolitik vəziyyət formalaşıb da, hətta elə proseslər gedir ki, onlar bir sıra hallarda Ukrayna-Rusiya müharibəsini arxa plana çevirir. Ona görə də bu nə qədər aktualdır. İkinci, düşünürəm ki, ən vacib məsələlərdən biri bugün Ukraynada hakimiyyəti yenə də Zelenskidir. Və Rusiya prezidenti dəfələrlə bəyan edib ki, o Zelenski ilə bir masa arxasına əyləşməyəcəkdir. Bəli, ara-sıra belə bəyanatlar verir ki, hə, görüşərəm, amma Moskvaya gəlsin. Yəni, çox gözəl bilir ki, o Moskvaya getməyəcək və bu bəyanatı verir birinci. İkinci, bu son paraddan sonraki mətbuat konfransında bildirdi ki, o Zelenski ilə görüşə bilər, amma imzalama mərasimində. Əgər müzakirə olmayacaqsa, tərəflər biri-biri ilə hansısa bir məsələ arasında primitiv danışıqlar aparmayacaqlarsa, onda hansı sülh müqaviləsinin, hansı sənədin imzalanması danışmaq olar. Ona görə də gördüyünüz kimi söz-söhbət çoxdur bu məsələ arxasında, amma real görünən odur ki, müharibəni sona çatdırmaq, münaqişəni həll etmək və bunun üçün ortaya konkret olaraq bir iş, nə də ki, plan qoyulmayıbdır. Fevralda danışıqlar dayanıb, dondurulubdur. Bəli, ara-sıra Vitkovun yenidən Moskvaya dönəcəyi, Kremlin danışıqlar aparacağı məsələsi səsləndirilir. Amma düşünürəm ki, Vitkovla Gerard'ın başı daha çox bugün İran problematikasına qarışıb da, onlar Ukrayna, onlar üçün ikinci, bəlkə də dördüncü yerdə gələn bir məsələdir. Zamen, sizin fikriniz, yəni Birləşmiş Ştatlar bir vasitəçi olaraq, faktiki olaraq prosesdən kənardadır. Yəni Trump hətta artıq bəyanatlarında belə Ukrayna mövzusuna geniş yer vermir. Sadəcə olaraq bu son atəşkəsdə Putinin Trump'a zəngindən sonra baş tutmuşdu. Necə hesab edirsiniz? Birləşmiş Ştatların prosesdən kənarlaşması bu münaqişəyə necə təsir göstərir? Əslində, bugün Ukrayna və ətrafında başlayan proseslərdə Amerika Birləşmiş Ştatlarının rolu əsas rollardan birindədir. Çünki onların qurduğu konsepsiya əsasında, Qərbdə qurulan konsepsiya əsasında biz Şərqi Avropada siyasi xəritələrin dəyişdiyinə, yaxın Şərq ölkələrində, Suriyada, İraqda, Liviyada siyasi xəritələrin dəyişdiyini görmüş oluruq. Ona görə ilk növbədə məsuliyyət Vaşinqton tərəfindədir həm də. Vaşinqtonun üzərindədir ki, bu müharibəni necəsə dayandırmaq lazımdır. Məlum məsələdir ki, Amerika Birləşmiş Ştatları öz strateji hədəflərinə çatdı. Erkin müəllimin də qeyd etdiyi kimi, Kiyev Rus dövlətindən əgər Rusiya zamanında danışırdısa, əgər Rusiya imperiyasının, Sovetlərin və müasir Rusiya dövlətinin əsas vurğuladığı ideoloji xətt və ətrafındakı xalqları özünə çəkə biləcək, öz ətrafında birləşdirə biləcək tarixən xətt iki məsələ əsasında dayanırdısa, bu birincisi Moskva 3-cü Romadır və Şərq pravoslavlığının mərkəzidir xristianlığını. Uzun müddət idi ki, biz Osmanlı və Balkanlar arasında müharibədə də, digər müharibələrdə də görürdük ki, məhz Şərqi Avropa ölkələri bu əsasda həm də Rusiyanın dərin münasibətlərə malik idilər. Eyni zamanda ikinci bu Slavyanlıqla bağlı idi ki, Slavyan xalqlarının ətrafında Rusiya var idi, hansı ki, bu və yaxud digər şəkildə özünü birləşdirici qüvvə hesab edirdi. Baxmayaraq düzdür, burada Slavyanların bir qismi ilə çox böyük ədavətdə idi həmişə tarixən Rusiya. İndi də ədavət davam etməkdədir. Amma yenə də Slavyan və pravoslavlıq ətrafında Rusiya bu ideyanı indi itirdi. Yəni, bu ideyalar artıq yoxdur. Bu ideyaları Moskva sabah istəsə belə qaytara bilməz. Biz baxaq görək, hansı ölkələr Rusiyanın yanındadır bu pravoslavlardan ibarət və eyni zamanda Slavyanlardan ibarət. Görmüş olaraq ki, demək olar ki, elə bir dövlət yoxdur. Belarusiyanı saymırıq. Serbiyanı indi 50-nin 50-yədir və orada da getdikcə Avropa inteqrasiya meyilləri güclənməkdədir. Bolqaristanda bir qədər bu meyillər var və eyni zamanda Gürcüstanda bu və yaxud digər şəkildə hələlik pravoslav kilsəsinin mövqeləri olduqca siyasi proseslərdə güclüdür və s. Yəni, ümumi götürdükdə isə bu çəki itirilməkdədir və bu təbii ki, Amerika Birləşmiş Ştatlarında əyləşənlərin bir senarisi idi.
onlar vaxtı ikən bu senarini imza atdılar və həyata keçirməyə başladılar. Moskva əgər 2000-ci illərin əvvəllərində Ukraynada olan inqilabdan sonra həmin o proseslərə dərindən məşğul olsaydı, kəşfiyyat baxımından, siyasi və iqtisadi baxımdan bugün biz Ukrayna və Rusiya arasında müharibəni görməyəcəkdik. Amma onlar gözləri görə ki, bu inqilab məhz Rusiyaya qarşıdır. Bu inqilab NATO-nun genişlənməsi və Avropa İttifaqının genişlənməsini hədəf götürüb. Rusiya hakimiyyəti Ukraynada bu və yaxud digər şəkildə hərəkət etmədi. Və nəticə etibarilə biz 2014-cü ildəki hadisələrə şahidlik etdik və bugünkü hadisələrə də şahidlik etməkdəyik. Bir sözlə Amerika Birləşmiş Ştatları öz hədəfinə çatdı. Ümumiyyətlə, bugün dünyanın ayrı-ayrı yerlərində biz ideoloji müharibələrə şahidlik etməkdəyik və Trumpın hal-hazırda apardığı siyasət təkcə Rusiyanın və Ukrayna arasındakı müharibənin fəlsəfi ideoloji istiqamətlərinə təsir etmir. Əslində, Avropa və ABŞ arasında da ciddi şəkildə bugün Atlantizmlə bağlı və digər məsələlərlə bağlı da böhran mövcuddur. Yəqin ki, yaxın vaxtlarda bu məsələlərə aydınlıq gətiriləcəkdir. İlkin sizin fikrinizcə, Birləşmiş Ştatlar indi prosesdə yoxdur, faktiki yoxdur. Bu danışıqlara necə təsir göstərir? Sizə elə gəlmir ki, elə danışıqların donmasının səbəbi də məhz Trumpın kənara çəkilməsidir. Gəlin belə deyək də, o zaman Trumpla Amerika Birləşmiş Ştatlarını biraz ayıraq. Çünki Trumpın davranışları və Amerikanın maraqları biraz ayrı-ayrı mövzular. O anlamda ki, bax, indi Amerikanın yaxın şərqdə, özellikle İranla bağlı etdikləri, açdığı müharibə, indi də Çinə gedəcək. Yadınıza gəlirsə, hələ qış ayları müharibə başlamamışdı. Biz müharibə ehtimalları haqqında danışırdıq. Siz məndən soruşdunuz. Mən ehtimalın yüksək olduğunu söylədim. Məqsədlərindən biri də Çinlə olan əlaqələrini vurğuladım ki, əslində Çinə görə vuracaq. Çünki Çinlə İran strateji əməkdaşlıq haqqında anlaşması var idi. Daha sonra bağlamışlar, hələ başlamamışlar, amma eyni zamanda perspektivi böyük görünürdü. Eyni zamanda Çinin İran neftini alması falan. Bax, orada bu böhranı yaratmaqla, indi də Çinə gedəcək, biraz sanki özünün də dediyi kimi, biraz üstün əllə, güclü kartla getdiyini ən azından özü üçün hesablayır. Amma İranı vurmaq həm də Rusiyanı da vurmaq anlamına gəlir Amerika üçün. Bir tək o drone və başqa texnologiyaların mübadiləsi anlamında deyil. Çünki burada söhbət Xəzər dənizi üzərində hökmranlıqdan gedir, Orta Asiyaya açıla biləcək yol üzərindən gedir. Nəhayət indi Trip yolunun İran bilirsiniz, İranda Rusiya çox belə yumuşaq desək, göy gözlə baxırdılar. Yəni, bunlar hamısı geopolitik layihələr olaraq, məncə Amerikanın strateji planlamasında vahid bir xət kimi davam edir. Ukrayna o baxımdan sanki biraz yan münaqişə sayılır. Amma o da elə həmin o problemə gəlir, bağlanır. Mən bunları bir-birindən ayırmazdım. O, haradasa daha güclənir, haradasa səngiyir. Baxın, İranda sanki səngimə var. Halbuki müharibə bitməyib orada da. İndi Ukraynada bir ara deməli, ateşkəs oldu, yenə başlayacaq. Bunlar belə ki, periferik müharibələrdir. Əsas geopolitik qarşı durmanın periferik müharibələridir. İndi Çinlə Amerikanın. Necə ki, vaxtilə Amerikanın SSR ilə qarşı durması periferik müharibələrlə nəticələnirdi. Həm Ortaq Şərqdə, həm Latin Amerikasında, həm Cənubi Şərqi Asiyada bir-biri ilə açıq qarşı durmaya girmədən bütün bu müharibələri başqa əllərdən aparırdılar. Ona görə bax, indi əsas məsələ Amerikanın, daha sonra Trumpın Çinə səfərindən sonra daha biraz da aydınlaşacaq ki, çünki mənim ən azından razılaşmaya bilərsiniz əlbəttə. Belə görürəm. Belə görməyimin də boş yerdən deyil, çünki hələ neçə aydır bununla bağlı çeşidli təhlillər də yayılmaqdadır. O cümlədən hərbi analitikanın da açıq olan mənbələrdən ona oxuyarkən bunu görmək olurdu. Gülşən xanım, Ekim bu məqama toxundu. Trumpın Çinə səfəri mayın 13-dən 15-nə qədərdir. Şübhəsiz ki, bu səfər gedişində həm Birləşmiş Ştatlar İran müharibəsi müzakirə olunacaq. Çünki Çin neftinin böyük hissəsini Yaxın Şərq Fars körfəzindən alır və eləcə də Rusiya-Ukrayna məsələsi müzakirə olunacaq. Ona görə ki, Çin hal-hazırda Rusiya neftindən istifadə edir və Çin Rusiyanı get-gedə
özündən daha asılı vəziyyətə salır və Rusiyanın xam malı hesabına güclənir. Bu da Amerikanı narahat edir. Bax, bu səfər gedişində Yaxın Şərq münaqişəsini kənara qoyuram. Rusiya-Ukrayna müharibəsi ilə bağlı hansısa razılaşma əldə oluna bilərmi ki, sonradan bu model həm Kiyevə, həm də Moskvaya təklif edilsin? Mən bu məsələyə qayıdacağam, ancaq bir kəlmə mən əvvəl demək istəyirəm ki, ümumiyyətlə yadınızdadırsa, Donald Trumpın seçilməsində və seçkilərə qədər və seçiləndən sonra onun əsas prioritet istiqamətlərindən biri məhz Ukraynada sülhün əldə edilməsi idi və yadınızdadırsa tez bir zamanda o sülhü əldə etməyə çalışırdı birinci il dövründə, özünün məhz prezidentliyi dövründə və sonralar məlum oldu ki, bu o qədər də asad məsələ deyil, yəni reallıqda bu məsələni o həll etməyə çalışırdı əvvəlcədən. Yəni biz burada belə başa düşməliyik ki, Trumpın özünün Rusiya ilə, məhz Putinlə özünün münasibətlərini biz götürsək şəxsi baxımdan, onun marağı var idi ki, bu münaqişəni ən azı həll etməyə çalışsın bir vasitəçi kimi. Əlbəttə, mən tam razıyam Erkin müəllimlə ki, biz burada ABŞ-ın ümumi mövqeyini və Prezident Trumpın mövqelərini bir-birindən fərqləndirməliyik. Çünki ondan qabaqçı prezidentlər bu mənada bu vasitəçi rolunu oynaya bilməzdilər. Çünki onlar da bir münaqişə tərəfi idilər, belə baxsaq. Çünki Qərb, ümumiyyətlə kollektiv Qərb götürsək, onlar məhz Ukrayna tərəfində çıxış edilir. Ancaq məhz Trumpın hakimiyyətə gəlməsi ilə birinci il ərzində müəyyən addımlar atıldı bir vasitəçi kimi. Ancaq məlum oldu ki, tərəflərin mövqeləri o qədər ziddiyyətlidir ki, burada vasitəçi heç nə edə bilmir. Ona görə də müharibə davam etməkdədir. İndi biz qayıtsaq sizinlə bugünkü reallığa, nə üçün? Bir tərəfdən İranda gedən müharibə əlbəttə məhz Trumpın bu mənada marağını bu münaqişənin həll edilməsinə xeyli azaldıb və hər iki tərəfin mövqeləri yenə ziddiyyətli olmaqda qalır. Ona görə də bugünkü reallıqda əgər biz fikirləşiriksə ki, məhz İran kontekstdə bu ikinci bir müharibə teatrıdır və Hörmüz boğazının bağlanması ilə hal-hazırda orada blokada davam eləməkdədir. Bu da birbaşa yenə Amerikanın bu müharibədə artıq birbaşa iştirakçı kimi biz bayaqdan vasitəçiliyindən danışırıq. İndi isə artıq o iştirakçı tərəfdir. Məhz İran, İsrail və ABŞ müharibəsi. Və bugün də əlbəttə orada atəşkəsdən söhbət gedir və burada əlbəttə Çinin məhz bu yaxında onun, yəni sabahdan başlayaraq o səfəri Çinə olduqca böyük aktuallıq kəsb edir və qlobal baxımdan müəyyən maraqlar var ki, orada müəyyən nəticə əldə edilə bilər. Hər iki kontekstdə, yəni həm Rusiya-Ukrayna, həm də eyni zamanda İranla bağlı müəyyən sövqələşmələr, müəyyən elə bir ki, danışıqlar hansısa bir nəticəyə gətirib çıxara bilər. Mən bu ilə tam razıyam. Ancaq burada söhbət ondan gedir ki, bir məsələyə də biz diqqət verməliyik. ABŞ-ın hər iki kontekstdə özünün marağı var. O necə istəyir bu münaqişələr həll edilsin. Eyni zamanda münaqişə tərəflərinin özlərinin də müəyyən maraqları var və o maraqlar üst-üstə düşməyə də bilər. Və Çin öz tərəfindən bu məsələlərə də özünün bir baxışını ortaya qoyacaq. Ona görə də bugün hal-hazırda o danışıqların nə ilə nəticələnməsi bir qədər sual doğurur. Seyxan, mən Rusiya-Ukrayna müharibəsinin bir növ qısa xronologiyasını xatırlatmaq istəyirəm. Bu dünyada necə görünürdü? Rusiya Ukraynaya hücum eləyir. Bütün Qərb, bütün dünya düşünür ki, bu müharibə uzağı 5-7 gün davam edəcək. Müharibə daha çox davam edir. Ukraynaya silah göndərməyə başlayırlar. Əvvəlcə çox zəif, daha sonra daha çox, daha sonra daha çox. Haymarslar göndərilir. Ukrayna əks hücuma keçir. Torpaqların bir hissəsini geri alır. Daha sonra Ukraynada gözləntilər artır. Ukrayna yenə hücuma keçir, heç nə alınmır, geri otururlar. Rusiya hücuma keçir, onlarda da heç nə alınmır və indi cəbhə xətti formalaşıb. Bu cəbhə xətti Birinci Dünya Müharibəsi zonası dövrünün cəbhə xəttinə oxşayıb. Tərəflər özlərinin irəliləməklərini artıq kilometrlərlə də yox, metrlərlə hesablayırlar. Yəni, cəbhədə pat vəziyyətidir. Danışıqlarda isə əvvəlcə Ukraynanın səsi çox zəif çıxırdı. İndi get-gedə daha ötkəm çıxır. Artıq Ukrayna silah istehsalı ilə bağlı Avropa və Ərəb dövlətləri ilə müqavilələr bağlayır. Sizə elə gəlmirmi ki, bu müharibədə get-gedə biz Ukraynanın güclənməsinin, Rusiyanın isə vəziyyətdən çıxış yolu tapa bilməməsinin şahidi oluruq? Yox, elə düşünmürəm.
Əvvəlan, əgər biz baxsaq proseslərə, siz indi söylüyorsunuz ki, Rusiyanın vəziyyəti zəifdir, Ukraynanın vəziyyəti Əvvəlki illərə nisbətən yüksəkdir. Yox, əgər xatırlayırsınızsa, ilk başlayanda müharibə Zelenski daha böyük dəstək mən belə görürdüm. Çünki o müxtəlif beynəlxalq platformalara dəvət olunurdu. Ən yüksək kürsülərdən, ən yüksək belə deyək, onu orada dəstəkləyirdilər, çağırırdılar, dinləyirdilər. Bugün bunlar yoxdur. Yəni, sadəcə olaraq Zelenski ayrı bir vəziyyətdir və arada bir boşluq da yarandı. Çünki torpaqlar işğal olundu Rusiya tərəfindən. Ukrayna onu geriyə ala bilmədi. Bəli, 1 kilometr o tərəfə, 1 kilometr bu tərəfə və yaxud da 10 kilometr içəri, 10 kilometr geriyə. Bu müharibənin hansısa bir formada taleyini həll edirmi? Qəti şəkildə yox. Bu sadəcə olaraq variasiyadır. Taktiki belə deyək, geriləyirlər, irəliləyirlər. Amma məsələ burasındadır ki, artıq Mariupol, Donetsk, onlar hamısı Rusiya tərəfindən işğal olunubdur və bu reallıqdır. Və bundan sonra indi Zelenskini bugün artıq ayrı bir rol veriblər və o gedir yaxın şərqə, orada silah tədarükü ilə bağlı memorandumlar imzalayır İranla olan münaqişədən sonra. Bəli, burada yəni Avropa ölkələri bununla əsaslandırırlar ki, Birləşmiş Ştatlar yaxın şərqdəki ölkələrin, körfəz ölkələrin xüsusilə də müdafiəsini təşkil edə bilmədi və Avropa texnikası daha üstün sayılır. Çünki Ukraynada o sınaqdan keçibdir və onlar əvəzləmək istəyirlər. Və Zelenskinin bu yaxınlarda mən bir açıqlamasını, bəyanatını da oxudum. O deyir ki, yaxın şərqdəki körfəz ölkələri məsələni həll eləyəndən sonra onun növbəti hədəfi Qafqazlardır və Qafqazda da eyni şəkildə memorandumları imzalamaq istəyir. Bu sadəcə olaraq silah tədarüküdürmü? Mən bunu düşünmürəm. Burada nəysə ayrı bir siyasi gediş düşünülübdür və görünür ki, Qərb real döyüş səhnəsində irəliləyiş əldə edə bilməyibdir. İndi ayrı bir siyasi, belə deyək ki, hansısa bir bloklaşmanı aparmaq istəyir. O ki, qaldı Rusiyanı zəiflətmək məsələsinə, bu dünənin işi deyil, bu əsrlərlə davam edən mübarizədir. Sadəcə olaraq dövlətlər dəyişib, siyasi xəritə üzərində yeni ölkələr yaranıbdır, amma taktika heç bir halda dəyişməyibdir. Elə 2000-ci illərdən sonra NATO'nun çox açıq, heç gizlətmədikləri bir konsepsiyaları var idi. Rusiyanı iqtisadi cəhətdən zəiflətmək və sonra sanksiyalar prosesini başlatdılar və sanksiyalar prosesini başlatdıqca bunu dəfələrlə söylürdü ki, bu artıq yaxın şərqdə, uzaq şərqdə, Avrasiyada yeni bir qütbləşməni formalaşdıracaqdır və formalaşdırdı da. Bu Rusiyanı İran, Çin və ASEAN ölkələri, yəni daha uzağa getsə, bu ölkələrlə kifayət qədər güclü əlaqələrinin, iqtisadi əlaqələrinin formalaşmasına gətirib çıxardı. Bəli, Birləşmiş Ştatları narahat edən faktor var. Çünki səhv etmirəmsə 1953-cü ildə idi. Neft imzalamışdılar belə bir sənəd ki, neft yalnız dollarla satılmalıdır. İndi isə fərqli bir səhnə formalaşır və neft dollarla satılmır. Çünki artıq İran Çinlə ticarət aparır. Çin gizlətmir ki, neft alır, baxmayaraq ki, İran sanksiya altında olan dövlətdir. Eyni zamanda bugün Rusiya da sanksiya altındadır, amma böyük neft qaz tədarükçüsüdür. Ona görə də indi onlar Rusiyadan da eyni əməliyyatları aparırlar və Birləşmiş Ştatlar artıq bu oyundan çıxdığını çox gözəl şəkildə anlayır. Oyuna qayıtmalıdır. Ona görə də yaxın şərqdə gedən bu proseslər, İrana hücum, 12 günlük müharibə 2025-ci ildə, onun ardınca yəni başlatdıqları, indi də söyləyirlər ki, biz düzgün hesablamamışdıq. Biz bilmirdik ki, Hörmüz boğazı bağlana bilər və yaxud da ki, onun nəticələri bu qədər acınacaqlı olacaq. Yəni, bütün bunlar bilirsinizmi, sadəcə olaraq belə görünür ki, artıq Qərbin özünün də sınanmış senarisi yoxdur Rusiyaya qarşı. Onlar eksperimentlər aparırlar və baxırlar, görsünlər ki, vəziyyət necə dəyişəcək. Vəziyyət də gördüyünüz formada dəyişir. Ona görə də biz gözləsək ki, kimsə bugün güclənir, kimsə bugün güclənmir. Sadəcə olaraq reallığa, real səhnəyə baxmaq lazımdır. Bəli, sual oluna bilər ki, bəs növbəti addım nə olacaq? Növbəti addımı hələ belə başa düşürəm ki, onlar dizayn ilə məşğuldurlar, onu planlaşdırırlar. Amma real ortalıqda bir şey yoxdur. Ona görə də müharibə səhnəsinin stagnasiyada. 3 günlük, bəli, atəşkəs elan olundu. Elə atəşkəs bitən kimi 200 dron Rusiya tərəfindən çox güclü şəkildə bir hücum başlatdılar və Ukraynanı yenidən vurdular. Yəni, budur mu sülhə gedən yol? Mən Zarman Sevik xanım verdiyim sualın biraz formasını dəyişib sizə vermək istəyirəm. Əslində faktiki sualım bundan ibarətdir. Üstünlük kimin tərəfindədir Rusiya-Ukrayna müharibəsində? Həm hərbi baxımdan, həm də diplomatik baxımdan.
Gəlin xronologiya. Siyasi baxımdan. Gəlin mərhələlərin xronologiyasını nəzərə yetirsək, görmüş oluruq ki, üstünlük əgər kiminsə sırf olaraq tərəfində olsaydı, bugün ya Ukraynanın Rusiyanı danışıqlara masa arxasında otuzuraraq vadar edəcəyini görəcəkdik, ya da ki, əksinə Rusiya Ukraynanı vadar edəcəkdir. O üstünlük strateji cəhətdən nə Rusiya-Ukrayna arasındakı müharibədə, nə də ki, Amerika Birləşmiş Ştatları, İsrail-İran arasında müharibədə olduğunda biz heç bir tərəfin masa ətrafında otuzurulduğuna şahidlik etməkdəyik və tərəflərin hər bir-birinə diktə etməklə məşğuldur. Nə baş verir? Rusiya 2022-ci ildən bu yana təxminən 70 min kvadrat kilometrdən çox Ukrayna ərazisini nəzarətə götürübdür. Bundan əlavə isə hardasa 114 min kvadrat kilometrdən, bununla bir yerdə isə 114 min kvadrat kilometrdən söhbət gedir ki, bu ümumilikdə 2013-14-cü illərdən başlayan bir müharibənin nəticəsidir. Bugün onlar arasında danışıqlarda ən çətin, gərgin məqamlar nə ilə bağlıdır? Rusiya tələb edir ki, təkcə 2 vilayət yox, yəni Luqanskın 99%-nə, hansı ki, Rusiya bugün nəzarət edir və Donetskin 75%-nə, eyni zamanda Xerson haradasa 68%-nə nəzarət edir və Zaporojye orada da 73% haradasa. Bu rəqəmlər təbii ki, tam dəqiq deyil, oynayan rəqəmlərdir. Amma aşağı-yuxarı bu rəqəmlərdir ki, nəzarət edir. Rusiya üçün hal-hazırda bu vilayətlərdə oturmaq çox vacibdir. Çünki gördüyünüz kimi xəritəyə də baxanda biz görürük ki, Krım Muxtar Respublikasına giriş Xersonu təşkil edir. Düzdür, Xersonun mərkəzi şəhəri demək Ukraynanın nəzarətində olsa da, ümumilikdə cənub və cənub-şərq istiqamətində Rusiya üstünlüyə malikdir və Zaporojyeni də vermək istəmir. Bu iki vilayət əlavə edildi və Zelenski seçim etməlidir ki, təkcə söhbət Donetsk və Luqansk vilayətlərindən yox, Zaporojye və Xersondan da gedir. Kompromis kimi Rusiya ola bilər ki, Sumi vilayətinin hansı ki 1% cəmi orada 1%-ə qədər bir torpaqları götürüb və eyni zamanda Xarkovun 4%-ni, yəni ümumilikdə 5% Rusiya tərəfindən Ukraynaya gedəcək kompromisdən söhbət gedir, əgər biz ərazilərdən danışırıqsa. Əlavə olaraq, Rusiyanın tələbi ondan ibarətdir ki, bu 4 vilayətdə hansılarda ki, bir neçə il əvvəl referendum keçirilib və onlar artıq Rusiya konstitusiyasına əlavə ediliblər, heç cürə bu məsələlərdə mən güzəştə getməyəcəm və dünya o əraziləri Rusiyanın tərkib hissəsi kimi tanısın. Təbii ki, Zelenski bunu edərsə, o zaman sual yaranar ki, niyə vaxtı ikən İstanbulda danışıqların nəticəsiz qalmasında israrlı olmuşsa, nə dəyişdi vəziyyət dəyişəndən sonra, keçəndən sonra? Buna görə də Ukraynanın hal-hazırda israrı ondan ibarətdir ki, hal-hazırda hansı ordu, hansı ərazidədirsə, yəni təmas xəttləri ərazisində qalsınlar və danışıqlar davam etsin. Bəli, NATO məsələsi dondurula bilər. Mən demirəm Zelenski belə deyir. Ehtimal oluna bilər ki, yəni masa arxasında belə bir güzəştə gedə bilər. Amma eyni zamanda vilayətlərdən bütövlükdə Ukrayna ordusunun çıxmasından söhbət getmir. Yəni Zelenski və Ukrayna hakimiyyəti bunu qəbul etmir ki, sən əgər Rusiya Zaporojye ilə 73%-nə sahibsənsə, 100%-ni mən sənə bütün vilayətin verim. Eyni məsələni Xersona da biz aid edə bilərik. O ki, qaldı orduya, əgər 2022-ci ildə müharibə başlayanda Ukrayna öz ordusunu cəmi 10% silahla tədarük edə bilirdisə, bugün Ukrayna ordusu 2026-cı ilin may ayında 50-60% ordusunu silahlarla, dronlarla təmin edir və əgər 2022-ci ildə haradasa Ukrayna 1 milyard dollarlıq ildə silah istehsal edirdisə, bugün artıq söhbət 50-60 milyard dollardan gedir, təkcə özünə belə deyək ki, istehsal etdiyi silahlardır. Ona görə həm Rusiyanın lehində olan məqamlar var, həm də Ukraynanın lehində olan məqamlar var. Amma mənim fikrim ondan ibarətdir ki, Çindəki görüşdə Çin kompromisə getməyəcək. Ümumiyyətlə, bu müharibənin davam etməsi Çinin birbaşa lehinədir. Amerika Birləşmiş Ştatları və Qərb bu müharibəni artıq dayandırmalıdırlar. Çünki müharibənin uzanmasının hal-hazırda artıq strateji hədəflərinə çatan Qərb üçün də heç bir xeyri yoxdur. Zaur müəllim söylədi, Amerika və Qərb bu müharibəni dayandırmalıdırlar. Necə?
dayandıra bilərlər? Bunun iqtidarındadırlarmı? Ya indi dayandırmaq üçün gərək Ukraynaya tam yardımı kəssinlər. Bu isə açıq-aşkar təcavüzkarın tərəfini tutmaq anlamına gəlir. Odur ki, Qərbin də manevrları açığı çox azdır imkanı bunun üçün. Çünki texniki baxımdan əlbəttə anlaşılandır. Qərb özü o müharibədə ilişib qalmaq istəmir. Öz əskərlərini göndərmək istəmir. İndi silahlarını göndərir. Orada texnologiyalarına yardım edir. Oradakı silah demək, və sursat istehsalında mütəxəssisləri və digər texnologiyalarında iştirak edir. Və bu əlbəttə ki, resurs tələb edir. O cümlədən maliyyə resurs. Ki, bu da Avropada heç də hər bir ölkənin qaldıra biləcəyi yük deyil. Amma mənəvi resurslar da var. Məsələn, Avropa, Amerikaya asandır. Amerika uzaqdadır. Həm də Amerika özü NATOya elə şərtlər qoydu ki, yəni ki, nizamnamaya əsasən. O, deməli, üzvlük haqqı və s. kimi məsələlər göstərdi ki, siz bunlara əməl etməlisiniz də, mən sizi müdafiə eləməyəcəm. Yəni, ən azından argumenti vardı. Avropa ölkələri, söhbətində Avropa Birliyindən gedir, aydın məsələdir, onun aparıcı qüvvələrindən. İndiyənə qədər etdiyi yardımdan sonra geri çəkilmək, yalnız bununla müharibənin dayandırılmasına səbəb olmuş ola bilərlər. Çünki Ukrayna onda uduzacaq. Əgər bütün yardımı kəssələr, onda Ukraynanı Rusiyaya qurban vermiş olurlar və beləliklə bütövlükdə ləkələnmiş olur onların bütün reputasiyaları və təcavüzkarın tam tərəfini tutmuş olurlar. Ki, bunu da edə biləcəklərini sanmıram. Bu məsələdə mən Ukraynaya bir məsələdə xüsusilə üstünlük qazandırıram. Həmin o, sırf o mənəvi argument baxımından. Silahlarla bağlı zarba edilir. Bilirsiniz necədir? Burada məqsədlər çox fərqlidir. Yəni, Rusiyanın məqsədləri aydın deyil. Halbuki düzdür, indi işğal olmuş əraziləri referendum keçirib öz ərazisinə qatmış olsa da özü üçün dünya bunu tanımır və tanımayacaq. Ayrıca o işğal etdiyi ərazilərin də gələcəkdə müdafiəsi üçün çox da uğurlu bir mövqelər deyil. Çünki orada aparılan bütün müharibələr, 2-ci Dünya müharibəsinin özü aydın göstərir ki, orada gərək sən Dnepr çayının sağ sahillərinə də sahib olasan. Rusiya isə, bax, indi ondan əvvəlki xəritədə çox aydın görünür ki, Rusiya ancaq sol sahillərini işğal edə bilib. Sağ sahillər tam Ukraynanın nəzarətindədir. O plazdarmı keçməyincə orada heç bir hansısa bir hərbi qələbədən belə söhbət gedə bilməz. Amma bu eyni ilə güzgü formasında Ukraynaya da aiddir. Hə, amma Ukrayna müdafiə olunan tərəfdir və onun argumenti də budur ki, mən ona görə dedim ki, Rusiya indi tutam ki, təcavüz edir falan. Ukrayna üçün qələbə məqsədi çox aydındır. Ukrayna üçün qələbə Rusiyanın işğalçı qüvvələrinin Ukraynanın suveren ərazilərindən çıxarmaqdır və öz ərazidə tam sahib olub sərhədlərinə nəzarət etməkdir. Amma Ukrayna buna hazır deyil. Amma yox, o başqa məsələ. Söhbət məqsədlərin aydınlığından gedir. Bugün hazır deyil, nə vaxtsa hazır olacaq. Biz də 30 ildə hazırlaşırdıq. Amma bizim üçün həmişə aydın olub ki, biz nə istəyirik bu müharibədən? Öz ərazilərimizi işğaldan azad edib, öz qanuni sərhədlərimizə çıxıb onları nəzarət etmək. Rusiyanın məqsədi nədir? Məsələn, Rusiya özü üçün qələbə məqsədini harada görür? Elan etdiyi hədəflərə çatmadı. Kiyevi 3 günə almaq, rejimi dəyişmək, denasifikasiya falan. İndi bu ərazilərdə oturub nəzarət eləməkdirsə, orada elə Rusiyanın özü dağıdıb bombalamaların vasitəsilə, düzdür, Ukraynanın savaşları orada yaşayış üçün yararlı bir yer çox az qalıb. İndi isə öz ərazisinə qatıb onu, yəni hələlik de facto. Ona görə məsələn, Rusiya üçün qələbə nə demək ola bilər, Rusiya bunu bilmir. Və çox aydın səbəblərdən bilmir. Çünki nə deyirəm, həm imkanı çatmır bütün Ukrayna işğal etmək, həm də açığı Ukraynanın biraz şantaja girişmişdi axı bu bütün o rejim falan dəyişiklik ki, onun xarici siyasətin seçimlərindən çəkindirsin, o da alınmadı. Amma Ukrayna üçün qələbə hədəfi çox aydındır. Ərazi bütövlüyünü bərpa etmək. Və bu bərabərsizlik, yəni məqsəd, bir tərəfin məqsədə çox aydın olması, o bir məqsəd özü üçün aydın olmaması böyük resursdur. Mən indi izləyicilərimiz üçün elə bayaqda ipucu olaraq dedim, məsələn, güzgü effekti olaraq, bax, bizlə Ermənistan münaqişədə bu eynidir.
Hə, biz 30 ildir zəif tərəf olmuşuq, hazırlaşmışıq, hazır ola bilməmişik. Uzun müddət bütün resurslarımızı ora xərcləmişik, amma biz hər zaman bilmişik ki, biz nə istəmişik. Ermənistan tutub işğal elədi, əhalini qovdu, dağıtdı, amma sonuna qədər nə istədiyini bilmədi. Nə oranı məskunlaşdıra bildi, nə oranı rəsmiləşdirə bildi, nə oranı öz dövlətinə qata bildi, nə onun müstəqilliyini axıra qədər nə etməli olduğunu bilmədiyindən uzdu. Bax, Rusiya eyni təliyə düşüb Ukraynada. Ukrayna çox yaxşı bilir nə istədiyini, Rusiya nə istədiyini isə bilmir. Buyurun, Seyid xanım. Əslində Rusiya da bilir nə istədiyini. NATO-nun şərqə doğru genişlənmə planı və Rusiyanın belə deyək ki, buferini... Finlandiya getdi, İsveç getdi, Baltik dəniz əldən getdi. Yox, indi Erkin müəllim ayrı bir problem var. Avropa bu dəqiqə qorxu içərisindədir. 90 milyard evro kömək elədilər Ukraynaya, sonuncu tranş gəldi. Amma bu yetərlidirmi Avropa büdcəsini müdafiə xərclərini tam şəkildə? Xeyr, indi baxın, orada Rusiya üçün əməli başlı müdafiə flanqası qururlar və bu başlayır Pribaltika ölkələrindən üzü aşağıya doğru. Çox böyük bir qorxu var, təhlükə var. Onlar təhdidi hiss edirlər və söylürlər ki, bu il olmasa 2 ildən sonra olacaq. Bugün o ölkələr təzyiq göstərirlər Avropa Birliyinə ki, onlar yardımı dayandırmasınlar Ukraynaya. Çünki Ukrayna müharibəsində hansısa bir geriləmə Avropa Birliyinin dəstəyi baxımından bu Rusiyanı gücləndirəcək, o daha da irəliyə gələcək. Rusiya bilir nə istəyir. Tutdu o ərazilər, ona lazım olaraq tutub, işğal altında saxlayır. Ona lazım olan Qara dəniz, Egey dənizi nəzarətə götürdü. Bu tarixi... Qara dənizdə Rusiya oyunçu deyil. Türkiyə donanması, Rusiya donanmasına çox güclüdür. O ərazilərə çatıbdır. Yox, çatmağından nə edəcək işğal orada? eləyəndən sonra elə Qara dənizdə artıq onun hegemonluğunu, öz hegemonluğunu... yox. Adi bir dronlarla Ukrayna dağıdır. Artıq onlar gəlib çatıblar ora. Bu kifayət qədər Ukrayna üçün çox təhlükəli bir senaridir. Oranı azad etmək üçün bugünkü gündə çox qeyri-real görsənir. Ona görə də yəni söyləmək lazımdır ki, Ukrayna üçün uzaq perspektivdə Ukrayna üstün. Biz indi uzaq perspektivdə təbii ki, Ukrayna öz ərazilərini işğaldan azad etmək üçün mübarizə aparacaqdır. Amma biz bilmirik 10 il sonra nə olacaq, biz bilmirik 20 il sonra nə olacaq. Ukrayna buna hazır olacaq, Qərb buna hazır olacaq, Qərbdə vəziyyət necə olacaq? Bu sadəcə olaraq çox böyük sual doğuran məqamlardır. Amma hazırki məqamda isə siyasi baxımdan hər iki cina, hər iki tərəf bilir. Ukraynada gedən müharibə isə sadəcə olaraq Ukrayna-Rusiya müharibəsi deyil. Bu, Avropa ilə Rusiya arasında gedən müharibədir və bu, belə deyək ki, artıq 3-cü dünya müharibəsi kimi də nəzərdən keçirilməlidir. Gülşən xanım, sizin fikriniz nə baş verməlidir ki, Rusiya və Ukrayna dayansınlar? Bu elə bir hadisə olmalıdır və yaxud da elə bir qüvvələr nisbəti olmalıdır ki, hər ikisi dayansın. Çünki Ukrayna çox zəifləsə, Rusiya əksinə irəli gələcək və əksinə. Nə olmalıdır ki, Rusiya və Ukrayna artıq 5-ci ilə keçən müharibəni axır ki, sona çatdırsınlar? Hansısa bir tərəf müharibədə uduzmalıdır. Yəni, tam mənada uduzmalıdır. Hal-hazırda heç bir tərəf özünü uduzmuş hesab etmir və hər bir tərəf inanır ki, o sonunda qələbə çalacaq. İndi burada bayaq Erkin müəllim və eyni zamanda Sevil xanım dediyi fikirlərə əlavə olaraq mən nə deyə bilərəm? Bugünkü reallıqda biz Qarabağda gedən müharibəni, əgər Ukraynadakı müharibə ilə müqayisə etsək, burada müəyyən fərqliliklər də var. Düzdür, işğalçı hər iki dövlət başqa bir qonşu dövlətin ərazisini işğal etməkdədir. Etmişdi vaxtilə bizim nümunədə və Azərbaycan müəyyən müddət keçəndən sonra o 20% ərazisini öz gücü ilə azad etdi. Bu bizim elə bir ki, Qarabağla bağlı özümüzün bir baxışımızdır. Ukraynada gedən vəziyyət, əlbəttə burada çoxlu oxşarlıqlar var. Ancaq burada bir məsələ var. Ermənistan heç vaxt Qarabağı tanımamışdı. Heç bir sənəd qəbul eləməmişdi və bu mənada Rusiyada, Ukraynada gedən müharibəni biz müqayisə eləsək, bu başqa bir. Bayaq onu çox düz dedi Zaur müəllim. Yəni o 4 vilayətlə bağlı konstitusiyada artıq dəyişikliklər edilib və o ərazilər artıq Ukraynanın konstitusiyasında Rusiyanın bir hissəsidir və buradan geri heç kim addım ata bilmir. Başqanı tanıyan. İndi düzdür. Ancaq biz götürürsə Rusiya dövləti üçün bu artıq hüquqi cəhətdən siz bir hüquqşünas kimi başa düşürsünüz ki, bu ola bilər. Ancaq bizim də ancaq Ermənistanda bu olmayıb. Düzdürmü? Gəlin biz hər kəs dövlətin arasını işğal edib özünü elan etmək. Başa düşürəm. Ancaq yenə də biz burada deyiriksə, bütün dünya onu tanımamasına baxmayaraq, onun ilə biz razıyıq.
ən azı bunların özünün, dövlətin konkret sənədlərində bu əksini tapıb. Ona görə də bugünkü reallıqda Sevil xanımın dediyi məsələ var. Rusiya gedir sona qədər. Nə üçün bütün o müqavilələrdə o məsələ göstərilir ki, Ukrayna tərəfi o tutulmayan ərazilər ki var, həmin o vilayətlər, onları da bunlar deməli Rusiyanın bir hissəsi kimi tanımalıdırlar. Yəni lap delimitizasiya zonası olsa da o elə bir Rusiyanın tərkibinə keçməlidir və buna heç vaxt Ukrayna getməyəcək. Ona görə də bugünkü reallıqda biz fikirləşməliyik ki, hər iki tərəfin mövqeyi yenə də ziddiyyətlidir və heç bir tərəf o birisinə hansısa güzəştdə getməyəcək, Murad müəllim. Ona görə mənim fikrimcə bugünkü reallıqda müharibə hələ davam edəcək. Bu birinci. İkinci, Avropa İttifaqı, mən tam razıyam ki, Sevil xanımla, bugün müharibə Avropa məhz qitəsində gedir və Ukrayna bu saat ən vacib son cəbhədir. Avropa üçün. Yəni başqa söz desək, Ukrayna Avropanın əvəzinə vuruşur. Bəli və ona görə də bugünkü reallıqda Avropa İttifaqı əlbəttə Ukraynanın arxasındadır və ona görə də mən hesab edirəm ki, gələcəkdə hətta onlar özləri ayrıca bir qüvvə kimi bu danışıqlara qatıla bilərlər məhz Rusiya ilə. Düzdür, indiyə kimi onlar bunu etməmişdilər, çünki onlar münaqişə tərəfi idilər. Ancaq bugünkü reallıqda əgər ABŞ qırağa çəkilirsə bir vasitəçi kimi, bugünkü reallıqda yadınızdadırsa Putin özü də öz çıxışında qeyd elədi ki, bu yaxında etdiyi ki, o Schröderi bir Avropa tərəfindən danışıqlarda iştirakçı kimi, vasitəçi kimi görür. Ancaq mən elə ki, Avropa İttifaqı və Kaja Kallas bu yaxında dedi ki, onlar heç vaxt Schröderi o vəzifəyə təyin etməyəcəklər. Onlar başqa bir insan təyin edəcəklər və bugünkü reallıqda ola bilsin ki, danışıqlar prosesində yeni bir mərhələ başlaya bilər ki, Avropa İttifaqı özü Ukraynanın arxasında dayanaraq bu danışıqlara başlaya bilər. Zaur müəllim, mən burada bir məqama xüsusi diqqət yetirmək istəyirəm. Rusiya sanki bütün resursları ilə deyir ki, mən bu müharibəni axıra kimi aparacağam. Baxın, bu gün elə misal üçün Vladimir Putin Rusiya ordusu ilə bir onlayn toplantı keçirdi və orada hədəfi 35.000 kilometrdə vurmağa hazır olan Sarmat raketinin artıq hazır olduğunu bəyan ediblər və Sarmatın bir sınaq deməli sınağı da keçirilib, raket uçub, hədəfi vurub. Söhbət 35.000 kilometrdən gedirsə, bu aydın məsələdir ki, burada söhbət sadəcə Ukraynadan getmir. Rusiya 35.000 kilometr. Hə, 35.000 Yeri fırlanıb qayıdıb özünü vuracaq. Yəni mümkün məsafədə 35.000 kilometrdə və Vladimir Putin bəyan elədiyinə görə 4 dəfə istənilən qərb analığından daha güclüdür. Görün, məsələ nə yerə çatıb ki, Rusiya təhlükəsizliyi təmin etmək üçün öz ölkəsində interneti belə məhdudlaşdırır. Bütün iqtisadi təzyiqlərə davam gətirir və hətta interneti belə məhdudlaşdırmağa hazırdır. Yəni, əgər Rusiya geri çəkilməsə, onu geri çəkilməyə vadar edə bilən nəsə ola bilərmi? Bax, bunu soruşmaq istəyirəm. Birincisi, onu qeyd edək ki, həmin bu ərazilərdə, xəritədə çayın şərq və sol tərəfini gördük, şimalını, cənubunu və s. istiqamətlərdə. Vaxtı ikən Avropa ilə Rusiya arasında müharibə olub. Uzun müddət o da çəkib Ukrayna üzərində və orada da torpaqların iki yerə parçalanması ilə nəticələnib. Birinci Dünya müharibəsinin nəticəsi olaraq Ukrayna başqa bir formada özünü göstərib. İkinci Dünya müharibəsi və bugün gördüklərimiz. Yəni, tarix bu baxımdan təkrarlanır. Amma mən düşünmürəm ki, uzaq mənzilli raketlərdən Rusiya tərəfi və yaxud Ukrayna tərəfi bir-birinə qarşı istifadə edəcəkdir. Ümumiyyətlə, hal-hazırda söhbət ondan gedir ki, hətta Zelenskinin də təklifi ondan ibarətdir ki, hansı ki, Rusiyanın da çox yaxşı lehinədir, xüsusilə də Rusiyanın qərb vilayətlərinin hava limanlarının qorunması üçün ki, gəlin bir-birimizin hava limanlarına zərbələr endirməyək və s. Yəni, iki mərhələdə bununla bağlı razılıq əldə edilərsə, ABŞ vasitəçiliyi ilə, biz artıq digər məsələlərlə bağlı da baxış bucağında oturuşmanın şahidi ola biləcək. Dünənə kimi Rusiya prezidenti Zelenski ilə görüşməyəcəm deyirdi. Elədirmi? Artıq biz görürük ki, fikirlərdə yumşalma var. Rusiya tərəfi və Ukrayna tərəfi bir-birinə görüşə hazır olduqlarını qeyd edirlər. Zaur müəllim, üzr istəyirəm. Siz Putinin iranik formada mən görüşə ancaq Moskvada razılaşacağım fikrini yumşalma kimi qiymətləndirə bilərsinizmi? Yəni, yox. Aydın məsələ ki, Zelenski Moskvaya heç vaxt getməyəcək. Moskvada o fikri çoxdankı fikirdir. Artıq Rusiya rəsmilərinin digər fikirləri ondan ibarətdir ki, belə bir məsələlərə baxılır.
Moskvada təbii ki, heç bir nə Tehranda, nə Vaşinqtonda yəni müharibə tərəfləri bir-birinə o şəhərdə görüşə bilməzlər. Düzdür, Rusiya tərəfindən əvvəldən bəli, Zelenskiyə münasibət ondan ibarətdir ki, o qeyri-legitim siyasi elitadır və onunla heç bir görüş keçirilməyəcək. Və bu yaxınlarda Amerikanın müxtəlif mətbuat orqanlarında da məlumatlar yayıldı ki, vaxtikən Zelenskinin Kremlə verdiyi söz də var idi əslində. O sözü yerinə yetirməyib. NATO ilə bağlı və bu Avropa İttifaqı ilə bağlı və s. Mən düşünürəm ki, bu il müharibənin bəlkə də son ili olacaqdır. Dondurulmuş variantda biz uzun-uzadı bir danışıqlara şahid edə bilərik. Rusiya Qara dənizə çıxışı genişləndirib hal-hazırda. Düzdür, Moldova kimi çıxış bir əldə etmək istərdi Odessa istiqamətində, amma Odessa çox vacib ideoloji strateji şəhərdir. Odessa təkcə Ukrayna üçün yox, bəzi digər mərkəzlər üçün də vacibdir. Odessanı verməzdilər. Elə bu civarda, bu Xerson və Zaporojye civarında Rusiya ordusu düşünürəm ki, qalacaq və məsələ dialoqla davam edəcək. Seyid xanım, siz Zaur müəllimin müharibənin bu il dondurulacağı ilə bağlı ehtiyatlı, optimist proqnozunu paylaşırsınız, yoxsa necə? Yox, mən düşünmürəm ki, müharibədə hansısa bir dondurulma vəziyyəti mümkün olacaqdır. Tərəflər kifayət qədər güclüdürlər, kifayət qədər də böyük itkilərlə müharibə gedir və ona görə bu itkiləri verməyiblər ki, sonda nə qələbə, nə məğlubiyyət, sadəcə olaraq dondurma. Bundan əvvəl də atəşkəslə bağlı əslində təkliflər var idi və tərəfləri buna sövq etmək istəyirdilər, amma Rusiya tərəfi buna razı olmadı və olmayacaqdı. O stolun üstünə konkret fakt qoyub, konkret tələb qoyub ki, işğal etdiyi ərazilərin legitimliyini tanısınlar və Ukrayna legal şəkildə bu əraziləri itirdiyini bəyan etsin. Ukrayna bunu edəcək, təbii ki, etməyəcəkdir. Və ən azı Krımın Dünya Birliyi tərəfindən tanınmasını tələb edir. Dünya Birliyi bunu edəcək, təbii ki, etməyəcək. Bu Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə tam şəkildə zidd gələn bir məsələdir. Belə olan halda, yəni tərəflər hansı predmet ətrafında bundan sonraki danışıqlara gedə bilərlər? Düşünürəm ki, bu sadəcə olaraq danışıqlar prosesində bir versiya kimi hansısa bir tərəfindən, bəlkə də Birləşmiş Ştatlar tərəfindən ortaya qoyulmuş təklif idi. Amma müharibəyə son qoymaq üçün siz bundan əvvəl sual verirsiniz. Mən düşünürəm ki, burada kompromis mütləq şəkildə olmalıdır. Ən azı danışıqları doğru, düzgün, legitim istiqamətə aparmaq üçün. Bunun isə yolu Ukraynada siyasi hakimiyyətin dəyişməsindən gedir. Yəni, bunu istəyib-istəməyəcəklər bu məsələnin ayrı bir tərəfidir. Amma əgər həqiqətən ciddi danışıqlar masası qurmaq istəyirlərsə, bunun üçün Zelenskinin yenidən seçkilər keçirilməsi Ukraynada və Ukrayna xalqının mandatını qazanması çox vacibdir. Yəni, xalq kimi seçəcək, bu onun öz işidir, amma seçkilər keçirilməlidir. Çünki Rusiya tərəfi bunu möhkəm şəkildə üstünə düşüb ki, yəni Zelenski legitim prezident deyil, onun vaxtı keçibdir. Ukrayna konstitusiyasına görə o artıq belə deyək, öz prezident mandatının vaxtını bitiribdir və yeni seçkilər olmalıdır. Bundan əlavə də, yəni Putin, yəni təbii ki, biz bu işə qarışmırıq, sadəcə olaraq onların düşüncələrini deyir ki, Putin Zelenskini bir şəxsiyyət kimi qəbul etmir. Bu da bir faktordur. Konflikti həll etmək üçün və yaxud da ki, müharibəni sonuçlandırmaq üçün danışıqlar masasına oturmaq çox vacibdir. Tərəflər bir-birini dinləməlidirlər. Amma keçirilmiş görüşlərdə belə kənardan, yəni onlar düzdür, konfidensial keçir, sadəcə olaraq nəticələrini ümumi şəkildə bəyan edirlər. Amma belə məlum olur ki, tərəflər biri-birlərini heç dinləməyə belə hazır deyirlər. Yəni, belə olan halda hansısa bir sonunclanma, hansısa bir pozitiv dinamika, hansısa bir, belə deyək, nöqtəni görmək mümkündür. Bundan əlavə, söylədiyimiz kimi, buradan sülh danışıqlarını aparmaqla bağlı bəyanatlar səsləndilər. O tərəfdən də Avropa Birliyi, NATO Ukraynanı silahlandırır, ona yardımlar edir. Yəni, bu özü də kifayət qədər sual doğuran məqamlar. Ekibəm, son 5 dəqiqəmiz var. Ona görə mən sizə mümkün qədər bir qədər qısa cavab xərcləyəcəm. Seyid xanım söylədi, tarix çox müharibələr görüb də. 100 illik müharibə olub, 30 illik müharibə olub Avropada. Amma müasir dövrümüzdə belə uzun müharibənin olması qeyri-mümkün sayılırdı hər halda. İndi nə vaxtsa bu bitməlidir də. Bunlar sonsuzluğa qədər müharibə apara bilməzlər axı. Bu həmin o bitmə nöqtəsi, həmin o qırılma nöqtəsi ki, bəsdir vuruşduq, gəlin danışaq nöqtəsi sizin fikrincə çoxmu uzaqdadır?
Onu demək çətindir, amma o 100 illik falan müharibələr ki deyirsiniz, bu o demək O təsirlərdə olub. Yox, söhbət ondan getmir. O demək deyil ki, o 100 ilin 100 ilini də vuruşublar. Orada aktiv müharibə o 100 ilin içində çox qısa bir zaman alır. 30 il, 40 il ümumiyyətlə heç bir müharibə olmayıb. Yəni bu ona görə də müharibə adlanıb ki, bizi ona qalsa bizim müharibəmizdə belə baxın 30 illik müharibədir. Bizim müharibə, hə. Yəni, Dondurulmuş 30 illik münaqişə. müharibə. Amma yəni bu olur. Yəni müharibə sülh bağlanana qədər davam edir. Yəni o demək deyil ki, döyüşlər getmir deyə müharibə bitir. Yox, müharibə uzun müddət döyüşsüz də davam edə bilir. Başqa yollarla davam edir. Çünki dövlətlərin bir-birinə düşmən münasibətləri aktiv döyüşlər aparmadan da olur. Yeri gəlmişkən təcavüz cinayəti beynəlxalq hüquqa görə heç də həmişə bir dövlətin başqa dövlətin ərazisinə hərbi hücumla nəticələnmir və onun hüquqi təsbit çox fərqlidir. Adicə bir dənə limanın blokadası yetər ki, sən ona təcavüz sayasan beynəlxalq hüquqa görə. İlkin mən başqa cür soruşum. Ukrayna cəbhəsində silah nə vaxt tutar? Olsa şey olar, nədir onun, ateşkəs. O ateşkəs uzun zaman sürə bilər və o uzun zaman ərzində danışıqlar aparıla bilər. Yeri gəlmişkən burada indi daha çox Zelenskidən danışıldı ki, o Rusiya onu qeyri-legitim sayır, halbuki Ukraynanın özü üçün müharibə şəraitində nə seçki keçirəsidir və bunu Avropa qəbul edir, prinsipdir, dağılı batan argumentdir. Amma Rusiyanın özündə hakimiyyət dəyişə bilər axı. Yəni Putin yaşlı adamdır, yəni hər nə olacaqsa olacaq, amma artıq danışıq aparan tərəflərdə hakimiyyət də dəyişə bilər bu illər ərzində. Yəni bu da önəmlidir, bunu gözdən qaçırmaq olmaz. Amma mən istənilən halda burada sırf hüquqi və argumentativ baxımdan Ukraynanı üstün sayırım. Gülşah xanım, son olaraq sizin fikriniz, son 2 dəqiqə atəşkəs Rusiya ilə və Ukrayna arasında zaman baxımından nə vaxt əldə oluna bilər? Nə baş verməlidir ki, atəşkəs olsun? Mənə elə gəlir ki, mən bunu məhz Avropada təhlükəsizliyin əldə edilməsi kontekstində görürəm. Yəni, söhbət Avropanın təhlükəsizliyindən gedir, Ukrayna onun bir hissəsidir və bu mənada məhz danışıqlar bu kontekstdə əgər əldə edilsə, sonunda bir nəticə ki, Rusiya və Ukrayna və belə baxanda Ukrayna Avropanın bir hissəsi kimi götürülür, Rusiyanın özü də müəyyən mənada belə baxanda Avropada yerləşir müəyyən hissəsi. Ona görə burada ümumi bir ortaq məxrəc tapılmalıdır. Hörmətli qonaqlar, proqramımıza ayrılan vaxt başa çatdı. Studiyamıza gəldiyinizə görə sizə təşəkkür edirəm. Əziz tamaşaçılar, biz bugün diqqət mərkəzində Rusiya və Ukrayna arasında davam edən müharibədən danışdıq. Bu müharibənin mümkün yekunlaşdırma variantlarını, atəşkəsin əldə olunması perspektivlərini müzakirə etdik. Bizə baxdığınıza görə təşəkkür edirəm. Gecəniz xeyir qalsın.